Quran ayələrinə və hədislərə müraciət eləsək, görərik ki, insanın cəza və mükafatı bu dünyadan verilməyə başlanır və axirətdə də davam eləyir. İnsanın əməllərinin qarşılığı, mükafatı və ya cəzası yalnız axirətə qalmır, sırf axirətə aid deyil. Diqqətlə baxarıqsa, görərik ki, Allah birinə cəza vermək istəyəndə fərqi yoxdur, bu cəza onun düzəlməsi üçün, islah olması üçündür, yoxsa onun cəzaya layiq olduğuna görədir, fərqi yoxdur. Elə bu dünyadan başlayır onu cəzalandırmağa. Mükafat da eyni ilə elədir. Mükafat və cəza yalnız axirətə aid deyil, dünyadan başlanır. Bu bir qaydadır. Sadəcə dünyadakı cəza və mükafatın növü bir qədər fərqlidir. Bu cəza və mükafat gizlidir. Çox şəffaf deyil, açıq-aşkar deyil. İnsanların dünyada elədiyi əməllərin qarşılığı elə yavaş-yavaş dünyadan başlayır özünü göstərməyə, ta keçir axirətə. Amma açıq və şəffaf şəkildə olmur. Biraz gizli cəza və gizli mükafat verir Allah.